Hər birinizə salam. Bilirsiniz, o internet dediyimiz şey evimizə necə gəlir? Yəni, divardakı o balaca qutudan kompüterimizə qədər olan səyahət. Bugün bax, məhz bu səyahətdən danışacağıq. Mis naqillərin yavaş dünyasından işıq sürətli gələcəyə. Yəqin hamımızın başına gəlib, elə deyilmi? Qonşuda internet uçur, amma sizdə ən vacib video zəng anında görüntü donur. Bax, bu fərqin səbəbi çox vaxt sizin hansı texnologiya ilə internetə qoşulmağınızdadır. Gəlin aydınlaşdıraq, niyə bütün internet bağlantıları əslində eyni deyil? Bu hekayənin əslində 3 əsas mərhələsi, yəni 3 fərqli dövrü var. Birincisi, köhnə telefon xətlərindən istifadə edən DSL dövrü. Sonra televiziya kabelləri ilə gələn kabel interneti. Və nəhayət, hər şeyi, bax, həqiqətən hər şeyi dəyişən fiber optik inqilabı, yəni GPON. Yaxşı. Gəlin lap əvvəldən internetin belə desək mis dövründən başlayaq. DSL texnologiyası yəqin ki çoxumuza tanışdır. Bu, evlərimizdə onsuz da mövcud olan telefon xətləri vasitəsilə bizə ilk dəfə geniş zolaqlı interneti təqdim edən texnologiya idi. Deməli, məntiq çox sadə idi. Eyni mis naqil həm telefon danışıqlarını, həm də internet məlumatlarını daşıyırdı. Yəni, bir xətt, iki iş. Amma işin maraqlı tərəfi odur ki, DSL-in də öz içində fərqli növləri var idi. Bizdə, xüsusilə də regionlarda ən çox yayılanı ADSL idi. Adındakı A hərfi, yəni asimetrik sözü, bax, bütün məsələnin açarıdır. Gəlin görək, bu asimetriklik nə deməkdir? Təsəvvür edin ki, bir yol var. Məlumatları endirmək, yəni download etmək üçün sizə tərəf 4 zolaqlı geniş bir prospekt gəlir. Amma sizdən məlumat göndərmək, yəni upload etmək üçün cəmi bir dar, tək zolaqlı cığır var. Məhz buna görə də ADSL ilə film izləmək rahat idi, amma video zəngdə sizin görüntünüz donurdu və ya böyük bir faylı göndərmək saatlar çəkirdi. Problem bax, bu asimetriklikdə idi. Və mis naqillərin başqa bir fundamental problemi də var idi, məsafə. Siqnal mis naqildə getdikcə zəifləyir. Providerin stansiyasından təxminən 4 kilometr uzaqlaşanda o sürətdən demək olar ki, əsər əlamət qalmırdı. Əlbəttə, bu problemləri həll etmək üçün cəhdlər oldu. Məsələn, VDSL adlı bir növ çıxdı, fiber optik kabeli məhəlləyə qədər gətirib, oradan evlərə mislə paylayırdı. Bu da sürəti biraz artırırdı. Və bizneslər üçün tam simmetrik, yəni eyni endirmə və göndərmə sürəti verən SDSL var idi. Amma reallıqda Azərbaycanda bu növlər demək olar ki, yayılmadı və biz əsasən köhnə ADSL ilə qaldıq. Amma DS meydanda tək deyildi. Demək olar ki, eyni vaxtda başqa bir texnologiyada populyarlaşmağa başladı. Bu dəfə isə internet üçün evlərdəki başqa bir hazır infrastrukturdan, yəni televiziya kabellərindən istifadə olunurdu. Bunun isə işləmə prinsipi tam fərqli idi. Yenə bir bənzətmə edək. Düşünün ki, bütün məhəlləyə su bir dənə böyük boru ilə gəlir. Axşam saatlarında hamı eyni anda duşa girsə, krandan su necə zəif gələr? Bax, kabel interneti də elədi. Bütün məhəllə eyni xətti paylaşır. Qonşunuz böyük bir fayl emdirəndə sizin internetiniz zəifləyir. Buna paylaşılan bağlantı deyilir. Deməli, bir tərəfdən məsafədən zəifləyən DSL, digər tərəfdə isə qonşulardan asılı olan kabel interneti. Artıq aydın idi ki, hər iki texnologiyada mis naqillərin məhdudiyyətlərinə görə divara dirənmişdi. Amma bizim tələblərimiz durmadan artırdı. HD yayımlar, onlayn oyunlar, məsafədən iş. Bütün bunlar üçün misdən daha yaxşı bir şey lazım idi. Radikal bir həll lazım idi. Bəli, mis naqillər öz dövrünü başa vurmuşdu. O, artıq yeni dünyanın tələblərinə cavab verə bilmirdi. Bizə siqnalı zəifləməyən, məsafədən qorxmayan və qonşudan asılı olmayan bir material, tamamilə yeni bir texnologiya lazım idi. Və o həll işıqda tapıldı. Sözün əsl mənasında. Söhbət fiber optikadan gedir. Yəni, məlumatı elektrik siqnalı kimi yox, işıq impulsları şəklində ötürən, insan saçından belə qat-qat nazik olan şüşə liflərdən. Bu, sadəcə bir yenilik deyildi, bu əsl inqilab idi. Bu texnologiyanın ən populyar standartı GPON adlanır. Bunun mənası Gigabyte Passiv Optik şəbəkədir. Buradakı ən vacib fərq odur ki, bu kabel VDSL kimi məhəllənin başında dayanmır, birbaşa evinizə, modeminizə qədər gəlir. Adındakı o passiv sözü isə işin ən dahiyanə tərəfidir. Bu deməkdir ki, yolda siqnalı gücləndirən və elektrik tələb edən daha az avadanlıq var. Bu da sistemi həm çox etibarlı edir, həm də daha səmərəli. Deməli, proses necə işləyir? Çox sadə. İnternet siqnalı işıq impulslarına çevrilir, bu işıq şüşə liflərlə ötürülür və o lif birbaşa evinizə daxil olur.
Nəticədə siz heç bir itki olmadan ultra sürətli, təmiz bir siqnal əldə edirsiniz. Yəni artıq yolun sonunda sürəti kəsən o köhnə mis naqil yoxdur. Başdan ayağa yalnız işıq sürəti. Yaxşı, beləcə bir səyahətə çıxdıq. Telefon xətlərinin yavaş misindən başladıq, televiziya kabellərindən keçdik və gəldik çıxdıq işıq sürətinə. İndi isə gəlin ən vacib sualı verək. Deməli, qısaca bir xülasə etsək, DSL köhnə telefon xətləri idi, məsafə uzandıqca zəifləyirdi. Kabel televiziya xətləri idi, amma bütün məhəllə ilə bölüşülürdü. Və GPON, yəni fiber optika isə şüşə liflərlə birbaşa evə gələn işıq siqnallarıdır. Bugün üçün ən sürətli və ən stabil variant. Yəni, bunlar sadəcə fərqli kabellər deyil, bunlar internetin fərqli eralarıdır. Yaxşı, bəs sizin evinizdəki internet hansı texnologiya ilə işləyir? Bəlkə də heç vaxt bu haqda düşünməmisiniz, amma cavabı tapmaq əslində düşündüyünüzdən də asandır. Bunun üçün sadəcə modeminizə baxmağınız kifayətdir. Elə indi gedin modeminizin arxasına və ya altına baxın. Orada adətən bir etiket olur və üzərində ADSL, GPON və ya başqa bir ad yazılır. Bax, o yazı sizin hansı internet erasında olduğunuzu göstərir. Yaxşı, artıq internetimiz işıq sürətli ilə evimizə çatır. Bu, təbii ki, möhtəşəmdir. Amma bu, sadəcə daha sürətli video izləmək demək deyil. Bu, həm də gələcəyin texnologiyaları, ağıllı evlər, virtual reallıq üçün bir bünövrədir. Bu, bizi son bir suala gətirib çıxarır. Bəs bundan sonra nə gəlir? İşıq sürətindən sonra bizi nə gözləyir? Bu haqda düşünməyə dəyər. İzlədiyiniz üçün təşəkkür edirəm.